Kaspi kollektivinin rəhbərliyinə, müəllimələrimizə, yəni əziyyəti keçən hər kəsə təşəkkür edirəm. Yəni maraqlı gün idi, övladlarımızla valideynlərin arasında bir münasibət, evdə olmayan bir münasibət burada oldu. Xoş oldu, fərqli və maraqlı oldu. Əziyyəti keçən hər bir kəsə öz təşəkkürümü bildirirəm. Natəvan müəlliməyə, sinif rəhbərimiz olaraq ona dərin təşəkkürümü bildirirəm. Sağ olsun, bu cür əziyyət çəkiblər. Şagirdlərimiz çox əyləndi. Valideynlər də şagirdlərlə birlikdə çox əyləncəli, maraqlı. Necə deyim, uşaqlar üçün çox müsbət bir aura oldu, nəticə oldu. Biz valideynlərə də həmçinin nə deyə bilərəm, təşəkkür edirəm. Bugünkü çox maraqlı bir gün keçdi. Uşaqlarla birlikdə əyləndik. Həm uşaqlara, həm valideynlərə çox maraqlı bir gün oldu. Təşkilatçılara və bütün Kaspi liseyinin rəhbərliyinə təşəkkür edirəm.